Bakıda 31-ci enerji forumu artıq işə başlayıb. Bugün ikinci günü keçirilir. Forumda enerji təhlükəsizliyi, qlobal enerji məsələləri, layihələr, neft-qaz sənayesinin inkişafı perspektivləri danışılır, bərpa olunan enerji mənbələri və beynəlxalq əməkdaşlıq məsələləri də müzakirəyə çıxarılıb. Və tədbirdə Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Ukrayna, Misir, Moldova və Azərbaycanın neftinə, qazına, yaşıl enerjisinə ehtiyac duyan bir növ belə deyək ölkələrin nümayəndələri iştirak edirlər. Həmçinin dövlət rəsmiləri ilə yanaşı beynəlxalq enerji təşkilatlarının nümayəndələri də var təbii ki. Prezident İlham Əliyev forumda iştirak etdi və bir sıra vacib məsələlərə toxundu. Qeyd etdi ki, bugün biz tərəfdaşlarımızla enerji kabinə layihələri ətrafında sıx əməkdaşlıq edirik. Hazırda artıq belə deyək texniki iqtisadi əsaslandırması yekunlaşma mərhələsində olan Qara Dəniz kabeli layihəsi, enerji kabeli layihəsi üzrə də işlər artıq bitmək mərhələsindədir və bu xətt Azərbaycanı Gürcüstanla Qara Dəniz vasitəsilə Rumıniya, Macaristana birləşdirəcək, eləcə də Macaristandan sonra digər Avropa ölkələrinə birləşdirmə imkanı yaranır. Bundan başqa Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqaristan marşrutu üzrə də quru yolla çəkiləcək, quru vasitələrlə çəkiləcək deməli enerji kabeli də var ki, bununla bağlı artıq işlər icra mərhələsindədir. Həmçinin Mərkəzi Asiyadakı tərəfdaşlarımızla birlikdə Xəzərin şərq sahillərindən Azərbaycana qədər uzanacaq enerji kabeli layihəsi üzərində də iş aparılır. Prezident İlham Əliyev həmçinin Zəngəzur dəhlizinə toxundu. Bildiyimiz kimi burada həm də nəqliyyat məsələləri böyük önəm daşıyır. Azərbaycan prezidentinin dediklərini, fikirlərini özündən eşidək. Beləliklə, söhbət geniş coğrafiyanı əhatə edən böyük əməkdaşlıq məkanından gedir və bu bağlılıq yalnız nəqliyyat sahəsi ilə məhdudlaşmır. Halbuki, nəqliyyat sahəsində əldə etdiyimiz nailiyyətlərlə də haqlı olaraq fəxr edə bilərik. Dəmir yolu və avtomobil yolu infrastrukturuna qoyduğumuz sərmayələr sayəsində yeni nəqliyyat dəhlizləri açmışıq və qitələri bir-biri ilə əlaqələndirmişik. Şərq-Qərb dəhlizi uğurla fəaliyyət göstərir. Şübhəsiz ki, Şərq-Qərb dəhlizinin yeni qolu olacaq Zəngəzur dəhlizi də inşa ediləcəkdir. Bu, ötən il avqustun 8-də Ağ Evdə Amerika Birləşmiş Ştatlarının prezidenti, Ermənistanın baş naziri və mənim tərəfimdən imzalanmış sənədə əsaslanır. Bütün bunlar hamımız üçün böyük sərvətdir. Xüsusilə vurğulamaq istədiyim digər bir məsələ isə ondan ibarətdir ki, bütün bu nailiyyətlər yüksək səviyyəli diplomatik fəaliyyət nəticəsində mümkün olmuşdur. Çünki Azərbaycan dənizə birbaşa çıxışı olmayan ölkədir. Bizim dünya okeanlarına çıxışımız yoxdur. Bu səbəbdən enerji resurslarımızı ixrac etmək üçün digər ölkələrin ərazisindən keçmək zərurəti yaranır. Buna nail olmaq üçün isə yalnız qonşularınızla deyil, qonşularınızın qonşuları ilə də yaxşı münasibətlər qurmalısınız. Biz buna nail olmuşuq. Firuzə Əsəl, biz təbii ki, bu sahənin adamı deyilik, belə deyək, energetika məsələləri, iqtisadiyyat və s. Amma əldə etdiyimiz məlumatlar əsasında bugünün əsas mövzusunu əhatə eləsək deyə bilərik ki, Azərbaycan təkcə ənənəvi enerji ölkəsi deyil, yəni neft-qaz ölkəsi deyil. Bir vaxtlar belə deyək, əsr müqaviləsi imzalanan vaxtlarda 90-cı illərdə biz neft ölkəsi idik. Sonradan təbii qaz ehtiyatlarımız üzə çıxdı və hazırda yaşıl enerji, ənənəvi enerjidən yaşıl enerji keçid artıq həyata keçirilir və Azərbaycanın bu sahədə olduqca böyük potensialı var və o qədər böyük potensialı ki, bu daxili tələbatdan dəfələrlə, 10 dəfələrlə yüksəkdir. Bununla bağlı detallı forumda danışacağıq. Biz ənənəvi enerjidən danışsaq, neft ehtiyatlarını məsələn götürsək, təsdiqlənmiş neft ehtiyatlarımız təxminən 7 milyard bareldir. 7 milyard barel və bu həcm sayəsində Azərbaycan neft ölkələri arasında ilk 20-likdə yer alır. Və təbii qaz ehtiyatlarımızı götürsək, 1,7 trilyon kubmetr həcmində dəyərləndirilir və bugün Azərbaycanın nefti 20-dən artıq ölkəyə nəql olunur. Deməli, təbii qaz ehtiyatlarımızı alıcıları isə 16-dır. 16 ölkə və bunların əksəriyyəti Avropa ölkələrdə və onların içərisində Avropa İttifaqına üzv ölkələr xüsusi yer alır. Bundan başqa təkcə Avropa yox, bölgədə Türkiyə, Gürcüstan, eləcə də son zamanlarda Suriyada qoşuldu müştərilərimiz siyahısına belə deyək. Və təbii ki, bu hal xüsusi əhəmiyyət daşıyır və burada Azərbaycan neft qazının əhəmiyyətini artıran, Azərbaycanın qapısını döyüdürən məqamlardan birinə oldu.
oldu? Məhz Ukrayna müharibəsinin başlaması belə deyək. Təbii ki, biz bundan xoşhal deyilik. Müharibə başladı, Azərbaycana ehtiyacı artdı. Bu deyil təbii ki məsələ. Amma gedişat təbii bizdən asılı olmayan gedişat buna gətirib çıxartdı. Ukrayna müharibəsi Azərbaycan enerjisinin, neft qazının əhəmiyyətini hansı formada artırdı? Avropa İttifaqı artıq 2022-ci ildən etibarən başladı Rusiya qazından imtina etməyə və ötən il rəsmiləşən sənədlə artıq 2027-ci ilin deməli payızına qədər tamamilə imtina olunmalıdır Rusiya neftindən, qazından. Və belə olan vəziyyətdə təbii ki, Azərbaycan hazır infrastrukturu sayəsində ən yaxın alternativə çevrildi. Avropada deməli Rusiyanın alternativi belə deyək. Və təkcə 2024-cü ildə Avropaya qaz ixracımız 12,9 milyard kubmetrə çatdı. Və ötən il deməli boru kəmərləri vasitəsilə alınan qazın həcmində ümumilikdə Azərbaycanın payı 8%-ə bərabər oldu və bu da təbii ki, Avropa boyda bir region üçün, coğrafiya üçün kiçik rəqəm deyil təbii ki. Bir tərəfdən dediyi biz yaşıl enerji məsələsi var. COP29-dan sonra bu istiqamət bir qədər də artdı. Bu istiqamətə belə deyim diqqət daha da artmış oldu. Məsələn, bizim rəsmi hesablamalara görə günəş enerji potensialımız 23 giqavatdır. Küləkdə bu rəqəm 3 giqavatdır, bioenerjidə 380 meqavat, kiçik su elektrik stansiyalarında ümumilikdə 520 meqavat. Ümumi iqtisadi potensial təxminən 27 giqavat dəyərləndirilir. Amma belə bir maraqlı cümlə oxudum. Deyir, xəzinə Xəzərdədir. Təsəvvür edin ki, təkcə Xəzərin Azərbaycan sektorunda dənizüstü deməli külək enerjisinin miqdarı 157 giqavat qiymətləndirilir. Və burada müqayisə üçün bir şey deyim ki, Azərbaycanın bütün elektrik sisteminin pik tələbatı cəmi 4-5 giqavatdır. Amma potensialımız 157 giqavatdır. Bu onu göstərir ki, ixrac olunacaq, istehsal olunacaq, deməli külək elektrik enerjisi daxili tələbat üçün yox, məhz ixrac üçün nəzərdə tutulur və indidən də artıq belə deyim, əlimizdə də müştərilərimiz var, gözləyənlər var. Bizim bu bəli elektrik enerjisini gözləyənlər var. Bəli. Amma sən qeyd elədin ki, bölgədə olan bəzi müharibələrin baş verməsi hansı ki bizdən asılı deyil, o bizdə olan o ehtiyaca, daha doğrusu enerji ehtiyacı yaradıb. Mən düşünürəm amma bölgədəki sülh də Azərbaycana qarşı olan marağı daha da artırıb. Çünki istər-istəməz Ermənistanla Azərbaycan arasında sülhün olması və sülh danışıqlarının aparılması və bu istiqamətdə işlərin görülməsi xarici ölkələrin də Azərbaycana daha da çox dəqiq məqamat toxunulması, daha diqqət göstərməsinə və ona daha da belə maraq göstərməsinə Azərbaycanın bu məsələnin həlli və İrəvan tərəfindən də hazırda göstərilən ən azı üzdə olan o qətiyyət, istək onu gətirib çıxarır ki, Azərbaycanın həmin enerji resurslarını şaxələndirmə imkanı var. Təkcə Gürcistan üzərindən yox, həm də Ermənistan üzərindən. Belə dostlar, dediyimiz kimi davam edir forum, bugün də işlə davam edir və baxaq nələr çıxacaq. Təşəkkürlər. Çox sağ olun, dostlar, uğurlar sizə.